Dərxas Ağay Çalba Qeybəli Hədiyyoğlu onun ədəbinin, ləyaqətinin, ağsaqqallarının sağlığı. Sağ ol. Hörmətinizin sağlığına, qonaqlarının sağlığına. Mənsulu havasında oxuyuram, ay ağacaq. Hamısının sağlığına. Əsəd kişi, ay papaqlı kişilər. Amma sözlər, elə durmaları deməyəcəyəm, icazə istəyəm. Ayrısındır. Yox, ayrısındır. Durnar tikrarıdır. Ya, yaxşı. Qoy Zəlim xanım o Almaniyada təbibə dedili sözləri oxuyum hamısını sağlığına. Sağ ol. Sağ ol. Ey qərib məmləkət, ey qərib diyar, demə yollarımı azıb gəlmişəm. Rəhmət olsun Zəlim xana sizə can sağlığı. Top kimi bir insanı da Allah heç kimin saat bədənin əlindən almasın. Amma bu xəstəliğə duçar olub, Almaniyada 3 aydan bir gedib təbabət olub qəydərdir. Artıq kolyələrdən aradan gedir o insan, top kimi insan, əriyib bir sümük bir dəri olan çağı. Hiss elədi, təbib orada bir-birinə həkimlər dedi ki, elə başını bir cür qataq yola salaq da qalmalı deyil. Zəlimxan başa düşüb baxanda təbib buna güldü, güləndə dedi, hey təbib, bildim ha. Orada deyir ki, elə bir cür eləyin mən Azərbaycana çatım, bura Almandır. Ey qərib məmləkət, ey qərib diyar, demə yollarımı azıb gəlmişəm, başıma nə gələcək Allahım bilər. Mən öz dəstanımı yazıb gəlmişəm. Çiçəyim oradadır, tağım oradadır. Gülşənim oradadır, bağım oradadır. Mən burada xəstəyəm, sağım oradadır. Sağlardan bir damqa sızıb gəlmişəm. Yallah, demə mən öz dəstanımı yazıb gəlmişəm.
Ölmez.